Erasmus Mundus proqramına bu il 37 yeni əlavə proqram əlavə edilib. Bu da deməkdir ki, Avropada hər semestr fərqli bir ölkədə tam təqaüdlü master təhsil ala bilmə fürsətimiz daha yüksəkdir. Burada müxtəlif sahədən olan proqramlara müraciət edə bilərsiniz. Hansı ki, həm tibb sahəsi, mühəndislik, dizayn, demək olar ki, bütün sahələrdə müxtəlif proqramlar var. Hər birinin son müraciət tarixləri fərqli olur. Adətən noyabr, yanvar ayları nəzərdə tuta bilərsiniz. Daha əvvəl və daha sonra da son müraciət tarixi olan proqramlar var. Tam təqaüdlü şəkildə və yaxud da self-funded özünüz qarşılayaraq təhsil ala bilirsiniz. Bu magistr proqramıdır. Bunun üçün hal-hazırda hər hansısa bir universitetdə oxumanıza ehtiyac yoxdur. Birbaşa magistr proqramı üçün müraciət edə bilirsiniz. Ya hər semestr fərqli ölkələrdə olursunuz, ya da ki, 2 semestr məsələn bir ölkədə, 1 semestr bir ölkədə olaraq təhsilinizi davam etdirə bilirsiniz. Bu da deməkdir ki, 2, 3, 4 universitetin birlikdə diplomunu əldə edə bilərsiniz. Kataloqlara baxa biləcəyiniz və dəqiq detallarını araşdıra biləcəyiniz linki aşağıda qeyd edirəm. Eyni zamanda bunun üçün şərhə də yaza bilərsiniz. Erasmus Mundus kataloqu yazaraq yazsanız, internetdə də rahatlıqla tapa biləcəksiniz. Əlavə suallarınızı isə şərhdə və yaxud da dildə qeyd edə bilərsiniz.